Herkese salamlar dostlar. Bu günləri sizlərlə Car Parking oynayırıq, yəni oynayırıq. Bilirəm, neçə vaxt video çəkmirdim. İşlərim var idi, yəni çox məşğul idim. Ona görə video atamadım, amma bu gün sizlərlə yenidən video atacağım. Bu günləri Car Parking hesabımı tanıtıb, biraz Car Parking oynayacağım. Belə onun verdiyi Honda var, belə modifiye etmişəm, çox da qəşəng, xoşuma gəlmir bu. Bir tane Priora var. Burada ben de Game Guardian yüklemiştim. Bundan tamponsuz eləyəcəm. Belki videoda da elədim yani. Böyle bir tane rally maşını. 6 tane qabaqda far zat. Sonra böyle bir tane Skyline var. Bu da xoşuma gəlir. Sonra böyle bir tane var. Toyota Camry. Böyle Migal kadı nədən? Nəysə də siz özünüz başa düşdünüz nədir bu qabaqdakılar. Onlardan zaten qoymuşam. Sonra bir dənə də post patrol çizimi var. O polislər olur ha, onlardan. Belə bu qıraqdakı logo şeyinə kimi eləmişəm. Arxa detaylar, Fiat logosu zat. Sonra belə bir i8-imiz gəlir, qara rəngli. Bunu yəni bir dənə adam $1000 satmışdı niyəsə. Yəqin 10 milyona da satmaq istəyirdi. Mən də göyədə qapdım bunu. Nəysə. Sonra bir dənə Skoda var. Təzə gələn almışdım. Qəşəng bir şey eləmək fikrim var idi, amma bir dənə belə stiker qoydum. Füsyon. Heç nə yiyəmədim də buna. Elə bilmişdim mən əvvəllər Skodan Çiyat, ona görə belə Çiyazat yazmışdım. Sonra bir dənə əsl pullu belə bir BMW var. Buna drift maşını eləmişəm. Qəşəngdir. Bu da havalı logo zat. Öz aləmdə. Belə bir Jeep var. Bu da çox hündür maşındır. Offroadda da gedərkən bununla istifadə edirəm. Sonra bu rally maşındır. Bundan offroad görevi var idi. Onu da tamamlayıram. Sonra belə bir necə deyim, 600 coin'e aldığım maşın var. Şeydən almışdım. World Sale'dan. İndi World Sale açıqdır. Görək. Arabalar mevcuddur. Bunu sata bilərəm. Seçiniz. Sata bilsəm bomba olar. Atıl da qardaş. Atsa zəhmət olmasa. Bu arada Ramazan bayramımızda mübarək. Oruç tutanların hamımız oruç tutan Allah orucunu qəbul eləsin. Neyse yayınlı eləyək. Görək nə olur. Aha, arabamız şu anda inceleniyor. Bombaş mı? Sonra görək belə bir qali kimi var. Bu da qəşəng maşın. Mercedes logosu da. Çox da kaliteli deyil Mercedes logosu, amma bilmirəm. Sonra gəldik bombaların birinə. Formula F2. Bunu da 700 coin almışdım. Məncə uyğundur. Mercedes logosu saxta var belə. Qəşəngdir, çizimlidir. Sonra oyunda təzə gələn 2500 coinlik Range Rover var. Mənim də bufersiz 07 var idi. Həm arxa bufer, həm də qabaq bufer yox idi. Plus krom idi hətta. Japan bayrağı da var üstündə. Bundan takas elədim onu. Yəni bu oyuncunun özü mən takas atdı. Favori maşınımdakı bunlardır. Favorilərim. Dəqiqə. Bu da biraz da bağlıdır. Nəysə. Bu gün biraz görev eləyəcəyik. Burada oyun zamanı 45 dəqiqə, mən 15 dəqiqə oynamışam. Nə edəcəm? 4 kilometr boyunca offroad sürəcək. 2.74 kilometr nə var? Amma mən burada takas eləmişdim ya. Ayda. Olmaz. Nəsə takas görevini eləməsək də olar. Çox da önəmli deyil. Ha, bu maşınla sən canı. Bunu seç. Biraz offroadda sürək. Həm çevrimçinə yox. Bəlkə də çevrimçidə hə. Biraz alıq. Maşında. Mən Afrika sunucusundayam. Chat'i bağlayacaq ki, chat'də söz söylürlər. Bunları görməmə yüzü sağlayacağım. Ağızlarına gələn konuşurlar. Azərbaycan serverın hara deyirəm ki, kimsənin neysə. Yəni ağızlarına gələn söylürlər. Ayarlara gir. Sohbet aç. Ay bu niyə kasır? Grafikləri düşükdədir və bu niyə kasır? 23 FPS-də gedirik.
Bazara gedəndə hamı deyir ki, abi bu benim hayalim, ne olur bana satar mısın bunu, bu benim hayalim. Gəlirlər, gedirlər. O cici maşınları onun ücretsiz verdi. Onlarla takas atırlar. Sizinlə takas gəlsə satarım. Takas edərəm bəlkə. Aha, bir dənə də Range Rover var burada. Nədir belə? Qalenvagin neçə satır? 25 milyona satır. Bunu kim alacaq? Yəni adam başda işlətmir. Nədir belə orada? Əsl pullu Mercedes'dir bu yoxsa? Yox, 14 gün oynayandan sonra bedava verilən Mercedes'dir bu. Sirenli belə bir maşın var. 40 milyona. 40 milyona sirenli maşın alaram hemen. Kimi oxuyursun? Bu nədir? Bu nədir? Sən də nə maşın var? Qrafiklər normal edib baxım. Seçirədim. Skyline'dır da deyəsən 2 milyon 500 minə. Belə qrafiklər qəşəngdir amma telefon kasır deyə məcbur. Normal o 7 FPS-ə kimi düşdü. Nəysə. Sadəcə oyuna dolmaması üçün belə edirəm. Biraz yaddaşsat boşalsın, normal oynayacağım. X6'dır bu. Nədir belə? Normal edeyim. Yüksək yox. O dərəcəyə gəlməmişəm. Maşın da bu belə. Yaşıb şey yox. Mercedes də port bagajları var. Heç şimdi bu serverdə maşın satmır, çıxıram mən bundan. Maşın zət satmırlar onsuz da. Azərbaycan serverine gedin diyorum, bəlkə orada normal bir şey satarlar. Əgər o təzəcənin geçə Jeep var, ondan takas gəlsə şey eləyərəm. Və yaxud da LaFerrari. LaFerrari ilə gəlsə zaten göydə qaparam onu. Göydə qaparam. Hep qamarı gətirərəm onu. Nəysə dostlar. Bu arada ən sevdiyiniz oyunu və mənə hardan izlədiyiniz zəhmət olmasa yorumlarda yazarsınız. Nəysə, girək buradan Azərbaycan serverinə. Azərbaycan serverinə girəndə heç özüm oraların söylediği söyüşləri eşitmək istəmirəm. Ona görə bağlayıram setizadı. Nəysə girək. Baxaq görək nələr var imiş. Bunlarda çox bu versizdə olur. Çizim çox olmur amma Peri9 sadəcə nə oluyor? Nədir o? 3 dənə şey var. Neydi onlar? Arxa fara. Dəqiqə buradan. Girim bazara. Nəysə. Dostlar bu arada bundan sonra hansı nə videosu, hansı oyunun videosu da sizin yazarsınız. Bugün bir dənə oyun videosuna yetişilməyəcəm. 1-2 dənə video atarım bəlkə. Nə? Sirenli nə oluyordu? Sirenli nə oluyordular burada çox tapılır. Sirenli bir də bu versiz. Nədir? Nissan satır. İşi kimdə? Sən təbii belə mi maşın var? Şimdi diyorum. Neler sattılar hele bir. 07 satır, ne satır bunu? Ay 35 milyona. Nedir böyle, necədir? Çox da o kadar pul. Bir tane pərdə yiyib arxasına qabağına. Bir tane de buraya efir yazıb. Bir tane öyrədi. Bu 07 satmalı diye. 35 milyon mən buna verəcəyimə. Bu 07 diye verəm daha yaxşıdır. Böyle yamaq detayları zadı yaxşıdır. Hadi. Böyle bir BMW var. Ama yox, almaram mən bunu. 3 milyon 500 min. Bunu satıb. Satmaz yani. Bak. 900 HP dözlər. BMW məndə var. Gəlin baxın. Olmalı deyəsən. Nəysə, bu serverdən də heç nə çıxmadı. Ərəb serverinə gedək görək. Habibilərin serverindən görək bir nəsə çıxacaq. Normal bir maşın almaq istəyirəm özümə. Görüm elə bir tapa biləcəmmi? Bu maşın var ha, polis çizimli. O 1000 koruna satılsa bomba olar. Özümə bir şey alaram. Cadillac var ha bir dənə.
Gözlə. Buradakı şeyləri alaram. Bu yarış maşınlarını almaram. Olsa yəni başqa vaxt alaram. Prosta bir dəqiqə almaram. Baxın göstərim də hansı Cadillac'dır sizə. Köhnə olan yox ha. Oyun pulundan olan yox. Onu zaten almaram heç vaxt. Alaram prosta. Neyse. Ha niye bu təzə gələn? Haralara getdin? Təzə gələn Cadillac'ın mənə o lazım deyə. Deyirsən köhnə Cadillac'ın yanında olmalıydı. Köhnəsi də buralarda ödəyirdi. Ay səbəb bu. Bu çox bomba maşındır. Hara getdin? Köhnəsindən daha qəşəng. Ay kimin koyundu bu? Mən də elə bilirəm koyundu. Gözləyin dostlar. Dəqiqə gözləyin. Hə dostlar. Neyse. Severlərdə üstünə çıxanlar. Valla. Gələn videoda görüşərik. Sağ olun. Salamat qalın.